Dostlar salam. Bu videoda isə sizə view bölməsində olan deməli immediate window haqqında danışmağa çalışacağıq. Dostlar, immediate window xüsusilə debug rejimi zamanı debug edərkən, kodları gözdən keçirərkən bizə köməklik göstərən bir pəncərədir. Belə ki, yoldaşlar, immediate pəncərəsi aktiv edilir və hər hansı bir immediate pəncərəsi üzərində fikir verirsəz, həmçinin nəsə də yazmaq olur. Bu da o deməkdir ki, yoldaşlar, biz immediate pəncərəsində də hər hansı bir prosesləri icra edə bilərik. Yoldaşlar, bu prosesləri icra etmək əsasən sual işarəsi qoyulur və bundan sonra yoldaşlar tutaq ki, 5 vurulsun 10 dedikdən sonra enter basdıqdan sonra həmin o ifadənin cavabını bizə geriyə qaytarır. Təbii ki, hər zaman riyazi deməli hesablamalar etməyə gerək yoxdur. Hətta və hətta hər hansı bir yoxlamalar da edə bilərik. 5 5-ə bərabərdirmi? True və yaxud da ki, false ola bilər. Və bu şəkildə hətta yoldaşlar, mən bir dəyişən tanımlaya bilərəm. Hər hansı bir x dəyişəni, x-in dəyəri ola bilər 5 vurulsun 5 və həmçinin y-in dəyəri ola bilər. Misal üçün, deməli 4 vurulsun 5 ola bilər və daha sonra isə bu x ilə y-i mən qarşılaşdıra bilərəm. Fikir versəz, false cavabını mənə geri qaytara bilər və həmçinin bunu yenidən təkrar eləmək istəyirəm. Tutaq ki, 5 vurulsun 5 deyərəm və daha sonra isə eyni qaydada x deməli x bərabərdir y dedikdə bu səfər isə mənə true cavabını qaytara bilər və fikir versəz, immediate pəncərəsi üzərində də müəyyən əməliyyatlar icra etmək olur. Bəs yaxşı bunu main subprosedurundan, yəni subprosedur daxilindən necə immediate pəncərəsinə hər hansı bir debug və ya hər hansı bir yoxlama necə etmək lazımdır? Yoldaşlar, mən burada bir dənə bir i, as bir integer kimi yaradaq və daha sonra bir iterasiya başladaq. Misal üçün for i deyək və for i 1-dən başlasın to 5-ə qədər davam etsin və next i deyək və hər bir addımda yoldaşlar mən istəyirəm ki, bu i-nin dəyəri və yaxud da ki, i-nin ona vurulmuş, yəni 10 misli halı immediate pəncərəsində görünsün. Bunun üçün yoldaşlar debug.print adında bir kod blokumuz, yəni bir ifadəmiz var. Burada isə i bərabər i vurulsun 5 dedikdə artıq debug print i-nin 5 mislini və yaxud da ki, bayaq dediyimiz kimi 10 mislini hər bir addımda, indi fikir verin, həmin bu debug pəncərəsinə bu şəkildə yazdıracaqdır. Və fikir verirsəz, burada hər bir addımda i-nin 10 mislini yazdırmış olur. Və təbii ki, mən ancaq və ancaq istəsəm burada debug ancaq i-nin dəyərlərini yazdırmaq bu şəkildə yazdıra bilərsiniz. Bu yoldaşlar bizə nə köməklik göstərir? Biz hər bir addımda, kodun hər bir addımında orada nə baş verir, kodda yəni hansı proseslər gedir, bunu debug edib izləyə bilərik. Həmçinin yoldaşlar, ən çox lazım olan məsələlər, yəni ən çox istifadə olunan məsələlərdən biri də bu şəkildə bir addımlama etdirirlər və hansı ki step deyirik. Yəni, birinci stepdə, birinci addımda nə olsun? i-nin dəyəri və yaxud da ki, i-nin 5-ə vurulmuş və bölünmüş 2-yə olan dəyəri bizim qarşımıza çıxsın və burada yoldaşlar run dediyimiz zaman fikir versəz, hər bir addımda hansı dəyərləri bu şəkildə alır, bizim qarşımıza gətirib çıxarır. Yoldaşlar, bu debug printlə bağlı olan məsələ idi. Bundan başqa yoldaşlar, debug printdən başqa bir də debug.assert adında bir anlayış var. Yoldaşlar, debug assert isə fərqli bir anlayışdır. Necə ki, biz debug print yazdığımız zaman fikir verirsəz, o heç nəyə məhəl qoymadan lap dəqiqsək, yəni heç bir qarşına maneə çıxmadığı təqdirdə o öz işini axıra kimi davam etdirir. Amma debug assert isə onun qarşısında yazılmış deməli ifadə true olduğu müddətcə o belə deyək, heç nəyə müdaxilə etməyəcəkdir. Əks təqdirdə onun qarşısında ilk gördüyü false dəyərdə, yəni false ifadədə belə deyək, o artıq bu kodu stop edəcək. Baxın, dayandırmayacaq. Sadəcə, necə ki, biz debug rejimində F8 vasitəsilə necə ki, addımladığımız kimi o həmin ora qədər addımlayacaq və debug assert bölməsi əgər false olduğu zaman artıq bizə sadəcə F8-də addımlamağa belə deyək, imkan yaradacaqdır. Yəni, bunu mən dediklərimi bir kod üzərində göstərməyə çalışım. Baxın, yoldaşlar, i bərabərdir 2 yazıram və yaxud da ki, 1 yazaq. Yoldaşlar, forun başlanğıc dəyəri, yəni 1. Bir başlayıb. Yoldaşlar, debug assert 1 i1-ə bərabərdirmi? Bəli. Yəni, buranın artıq olacaqdır nə? True. True olduğu üçün, yoldaşlar, artıq bizə də nə lazımdır? False lazımdır. True olduğu üçün bu kod davam edəcək. Əks ikinci addımda isə bu i-nin dərəcə olacaq 2. 2-1-ə bərabərdirmi? Deyil. Artıq false olma durumunda, yoldaşlar, bu kod burada dayanmalıdır. Yəni, məntiqən, yoldaşlar, bizim kodumuz deməli ən çoxu burada belə deyək step 1 yazacaqdır. Ən sonra step belə deyək 2 yazacaq
və step 2 yazdıqdan sonra 3-cüyü deməli yazmayacaqdır. Çünki artıq 2-dən sonra debug asset bölməsində deməli öz işini dayandırmalıdır. Gəlin baxaq yoldaşlar. Və mən run dedim. Run dedikdən sonra fikir versəz, baxın dayandı. Dayanmaq dedikdə söhbət yoldaşlar yenə deyirəm, stop etməkdən gedir. Biri var təmiz break etmək, ümumiyyətlə exit for kimi, exit sub kimi, ümumiyyətlə prosesi dayandırmaq. Bir də var ki, sadəcə burada bir pause etmək, bir stop etmək. Artıq yoldaşlar bundan sonra siz belə deyək, F8 ilə zaten yenidən addımlaya bilərsiniz. Yəni bu sizə heç bir maneə törətməyəcəkdir. Amma bu bizə harda lazım olur yoldaşlar? Xüsusilə dediyim kimi elə bu zaten bu göstərdiyim case buna aiddir. Biz lazım olan ilk false-da və ya ilk xətada biz dayandırmaq və həmin xətanın neçənci addımda olduğunu bilmək istəyə bilərik. Yəni bu da bu debug assert də bizə bu işdə köməklik göstərən məsələlərdəndir. Və yaxud da ki yoldaşlar başqa bir məsələ ola bilər. Biz elə etmək istəyə bilərik ki, tutaq ki bizim döngümüz 3-cü dəyər, yəni i3 olduğu gələndə, yəni bu 3-ə gəldiyi anda bu dayansın. Yoldaşlar normalda dedik ki biz bura hər zaman false axtarırıq. Yəni biz elə bir şey etməliyik ki bu tərsinə olsun. Yəni digər 1, 2, 4 və 5-də deməli bu çalışsın. 3-ə gələndə bu deməli dayanmalıdır. Bu zaman yoldaşlar artıq biz təbii ki də işi tərsinə çevirmək üçün bunun qarşısına bir dənə not ifadəsini əlavə edə bilərik. Baxın yoldaşlar, run dediyimiz zaman 3-ə qədər normal gəldi, 3-də isə dayanmış olur. Bu şəkildə də bu işi tərs bir əməliyyat ilə görə bilərsiniz.